Keçən əsrin ortalarında Misirdə hakimiyyətə müxalif olduğu üçün edam olunan bir dahinin sözü yadıma düşdü. Qəzetlərdəki lüt qadın şəkilləri kasıb təbəqənin narkotikidir. Təbii ki, onun yaşadığı dövrdə saytlar, oyunlar və ümumiyyətlə ekran oyunları yox idi. Ona görə ancaq qəzetlərdəki çılpaq qadınları misal gətirirdi. Həmçinin əlavə edirdi ki, aşağı təbəqə, yuxarı təbəqənin bilavasitə əli yetişən ləzzətlərin şəkilləri ilə özünə təsəlli verir, narkozlanır. Zənginlər ən gözəl qadınlardan faydalanır, ən dadlı yeməkləri yeyir, ən lüks evlərdə yaşayır, ən bahalı və komfortlu maşınları sürürlər. Kasıblar isə həmin qadınların əndamını jurnal, qəzet, bu gün isə sosial şəbəkələrdə həsrətlə izləyir, bundan həzz alır. Bu həzz yuxu gətirən həzdir. Aşağı təbəqənin gününün bütün asudə vaxtları həmin lüks yeməklərin, villaların, maşınların və əndamlı qadınların xəyalı ilə keçir. Dalayım gözlərini yumur və xəyali ləzzətlərə qərq olurlar. Bu bütün üsyan enerjisini əldən alan narkotikdir. Bugün bütün gənclərin aluda olduğu TikTok, YouTube, Instagram, Facebook reelsləri, oradakı silikonlu çalı quşular, oynadıkları internet oyunları, girmək üçün həsrətlə axşamı gözlədikləri saytlar aşağı təbəqənin uyuşturucusudur. Bu kütlə hakimiyyət üçün heç bir təhlükə yaratmayan narkozlu kütlədir. Bu vərdişləri tərk edənlər isə Bulgakovun Ustad və Margarita əsərindəki şeytan obrazını ifadə edən Volandın təbirincə desək, təhlükəlidirlər. Çünki onların düşünməyə, təşkilatlanmağa, qiyam, hətta çevriliş etməyə çatacaq qədər zəkaları var. Sən, vətəndaş Y, hansı dəstədənsən? Bəlkə narkozdan ayılasan, bəlkə virtual dünyadan real dünyaya qaydasan. VR eynəyi ilə toxunduqların həqiqətdə yoxdular. Olan, bax bu gördüyün, düşdüyün acınacaqlı vəziyyətdir. Digər platformalarda da vətəndaş X yazın və məni tapın. Xüsusən Telegramda məni izləyin.